Səs nədir, hərf nədir? Səslər deyil və eşidirək, hərflər yazılır və görülür. Aha, səslərimiz neçə yerə bölünür? 2 yerə. Hansılardır? Saitlər, samitlər. Ümumiyyətlə hərflərimiz neçə dənədir? 32. Neçə səs var? 34. 34 olur. Yaxşı, de görüm sait səslər samitdən nə ilə fərqlənir? Sait səslər ağızda maniyələr rast gəlmir, sərbəstcə ağız boşluğundan çıxır, amma samitlər ağız boşluğundan rahatca çıxa bilmir. Və müxtəlif maniyələrə rast gəlir, uzanmır. Yaxşı, de görüm hansı saitlərə qalın saitlər deyirik? A, I, O, U. Hansılar incədir? E, Ə, İ, Ö, Ü. Qapalı saitlər say. I, I, U, Ü. Açıq saitlər say. A, E, Ə, O, Ö. Dodaqlanan saitlər say. O, Ö, U, Ü. Aha, dodaqlanmayanlar. A, E, Ə. I, I. Aha, de görüm, cingiltili samitləri deyə bilərsənmi? Kar və cingiltilini. Sən qarşılığı ilə də deyə bilərsən, tək-tək də deyə bilərsən. Hansı sənə rahatdır? Mən qarşılığını deyəcəm. Buyur. B, P, C, C, D, T, G, K, V, F, R, X, D, K, K. D, K, C, Ş, Z, S, Aha, sonar samitləri deyə bilərsənmi? E, Hansı? M, N, kar qarşılığı yoxdur, sonra samitdir. H, karlı cingiltili qarşılığı yoxdur. Ahəq qanunu deyə bilərsənmi? Ahəq qanunu nəyə deyilir? Sözlər yalnız və yalnız qalın sayı və yaxud incə sayı işlənərsə ahəq qanunu. Aferin, bir dənə sözdə ahəq qanuna tabi olsun. Dovşan. Bir dənə sözdə tabi olmasın. Kitab. Kitab, bəli, kitab sözündə i və a saitləri var. Həm incə, həm qalın olduğu üçün ahəq qanuna tabi deyil. İndi sən mənə de görüm, heca nəyə deyilir? Heca sözdən asanlıqla hissələrə bölünməsinə heca deyilir. Aha, söz sətirdən sətirə nə vasitəsilə keçirilir? Tri. Bildim, necə keçiririk? Elə harda Heca ilə. Heca bölgüsü vasitəsilə. Hər hecada neçə sait səs olur? 1. Yalnız və yalnız bir sait səs olur. De görüm, ad bildirən sözlərə nə deyirik? İsim. İsmin sualları hansılardır? Kim, nə, hara. Aha, yaxşı. Bəs əlamət bildirən və əlamət və keyfiyyət bildirən sözlərə nə deyirik? Əlamət, sifət, keyfiyyəti. Necə, hansı keyfiyyəti dadlı, dadsız, duzlu, duzsuz. Əlamətə misal de görüm. Əlamətə misal de görüm bəs. Sən keyfiyyəti dedin, əlamətə de görüm. Uzun, qısa, böyük, incə, qalın. Ay, sağ ol. Yaxşı. Məqsədinə görə cümlənin neçə növü var? 4. Hansılardır? Nəqli, əmr, sual, nida. Nəqli cümləsi nə məqsəd daşıyır? Məqsəd nə? Nəqli cümlə məlumat vermək. Müəllim, sonunda hansı işarə qoyulur? Nöqtə. Aha, əmr cümləsinin məqsədi nədir? Bizə əmr ver, xahiş edir. Sonunda hansı işarə qoyulur? Nöqtə. Sual cümləsinin məqsədi nədir? Bizdə məlumat almaq istəyir. Sonunda Sual. sual işarəsi qoyulur. Bəs nida cümləsinin məqsədi nədir? Bizdə his, həyəcan. Hiss-həyəcan bildirir. Sonunda Nida. nida işarəsi qoyulur. Yaxşı. Hərəkət bildirən sözlər hansı suala cavab verir? Nə edir, nə edəcək? Hərəkət bildirən sözlərə nə deyirik? Feil. Aha, feilin neçə zamanı var? 3. Hansılardır? Keçmiş, indiki, gələcək. Oxumaq feilini keçmişdə, indi və gələcəkdə işlət. Keçmişdə oxudu, indiki oxuyur, gələcək oxuyacaq. İndi mənə de görüm, elə bir isimdəki konkret isim olsun. Konkret, həkim, müəllim. Hansı isimlərə konkret isimlər deyirik? Gözə görünən. Hansılara biz mücərrəd isimlər deyirik? Gözə görünməyən. Mücərrəd isimlərə nümunə deyə bilərsənmi? Xəyal, arzu. Müraciət bildirən sözlərə nə deyirik? Müraciət, kitab. Xitab cümlədə nə ilə ayrılır sözlərdən? Vergül. Vergüllə ayrılır. İndi mənə bir sıra saydı. Birinci, ikinci, üçüncü, dördüncü. Miqdar saydı. Miqdar sayı sonsuza qədər. 1, 2, 3, 4, 5. Yaxşı. İndi mənə əks mənalı sözlər de. Gecə, gündüz. Yaxın mənalı söz de. Eynək, çeşmə. Olar. Yaxşı. Əlifban say. A, B, C, C, D, E, F, G, R, F, X, I, I, J, K, K, D, L, M, N, O, Ö, P, R, S, K, T, U, Ü, V, Y, Z. Aha. Oldu.
Yəni sağ ol canım.